Məşəd baba güclü meyxana deyən idi, yoxsa Rəşad Dağlı? Hər ikisi istedadlıdır, hər ikisi istedadlıdır. Allah Rəşadın köməyi olsun, Cavidin köməyi olsun inşallah. Tezliklə azadlıqlarına qovuşsunlar. Amin. Məşəd baba mənim həm tərəf müqabilim olur, həm dostum olur. Məşəd babadan mən deyərdim ki, Rəşad özü də etiraf edir ki, zamanında Məşəd babadan bəhrələnib. Amma Rəşad özü də çox qeyri-adi istedadlıdır. Allah kömək olsun. Salam dəyərli izləyicilər. Bildiyiniz kimi Miray balamız 4 aydan çoxdur ki, müalicə alır. Artıq son prosedurlara gəlib çatmışıq, amma gücümüz çatmır. Çünki əlimizdə olan bütün imkanlardan istifadə eləmişik. Borclar getmişik, artıq borclar da tapa bilmirik. Çox çarəsiz durumdayıq. Cəmi 3600 manat pul lazımdır. Hər birinizdən bu körpə balamız üçün dəstək olmağı rica edirəm. Heç bir yaxşılıq əvəzsiz qalmaz. Allah hər şeyi görür. İnşallah 1000 qatını sizə yetirər. Allah rızası üçün ekranda gördüyünüz bank hesabına gücünüz çatan qədər, səxavətiniz yol verən qədər dəstək olun. Allah heç kimə övlad acısı yaşatmasın, heç kimə çarəsiz qoymasın. Bütün xəstələrə şəfa versin inşallah, bizim balamız da onun içində. Ümid edirəm ki, dəstək olacaqsınız. Göydə Allaha, yerdə sizə güvənirəm. Dəstəyinizi əsirgəməyin.